Bugün kitapxonadan Azərbaycan dilində kitabda oxub görəmiz. Alğaçqı betini oxub görək. Dahi Azərbaycan şairi ve mütəfəkkiri Nizami Gəncəvi bəşər mədəniyyətinin yetirdiyi nadir şəxsiyyətlərdəndir. Azərbaycan akını, oyşulu Nizami Gəncəvi bəşər, yani adam mədəniyyətinin yetirdiği, bizge əkelgen nadir, öte sirek кездесетін şəxsiyyətlerindendir. Lichность. Söz dünyasının güneşi xəyali sağlığında ikin əsrlər möcüzə sayılan Nizami özü de yaradıcılığının dəyərini yaxşı bilmiştir. Söz dünyasının günü özü aman bolğan kezdе жазған жазулары mucize sanılgan Nizami özü de yaradıcılığının dəyərini yaxşı bilmiştir. Adamın yaratılışının konun öte kımbat ekeninin farkına vargan dedi. Mecnun'un atasına verdiği cevaplardan aşağıdaki misralara dikkat edekti. Mecnun'un atasına bergen cevaplarının tümenliğinden dikkat edip qarayıqdı. Daşları eriter çektiğim kadar. Kim öz yüreğini sıkıntı ister. Məni pis təleyim takip eder bil. Heç kəs bədbəxtlikdən kurtar değil. Tasları yeritet deyip. Ben çektiğim kıyınçlıktır, keder. Kim öz yüreğini sıkıntı, yani kıyınçlık ister, kalar. Məni pis təleyim takip eder bil. Heç kəs bədbəxtlikdən kurtaran değil. Yani hiç kim bahtsızlıktan kurtaratın yemez diyor.